Bəli, burada gördüyünüz nömrələr var artıq. Bu Humay uşaq bağçasının əlaqə nömrəsidir. Ora gözəl ingilis dilini bilən mütəxəssis pedaqoq lazımdır. Bir də mən tövsiyə edirəm ki, uşaqlarınızı, məhz körpələrinizi Humay uşaq bağçasına gətirəsiniz. Özünüz də video çarxı gördünüz və Zahir Kamaldan danışacağam. Zahir Kamal aparıcı xəbəri oxuyacağam. Halallığı ver. Yox, çoxdan idi yox idiniz. İnsanlarda bir rahatlıq idi, bir rahatlıq yaranmışdı. Gəlin efirlərə. Biz sizə demirik ki, görünməyin, verilişləriniz olmasın. Biz sizə demirik ki, para qazanmayın, qazanın. Amma bizlərin, insanların hisslərindən oynamayın. Heç kimdən məzələnməyin, heç kimi alçaltmayın, heç kimə dəxli olmayan sualları, yəni insanlar üçün bu maraqlı deyil də, o suallarla müğənniləri gündəmə gətirməyin. Təbii ki, Milli.az-a istinad edirəm. O da Manşet.az-a istinad edir ki, artıq Zahir Kamal mayın 4-dən ARB TV kanalında hələlik bəlli olmayan, yəni adı bəlli olmayan bir proqramla efirə çıxacaq. Deyir, ola bilsin ki, teleaparıcı, yəni həmin Zaur layihəsinin adını dəyişsin, biraz fərqli bir adla gəlsin. Bilirsiniz ki, bir ay yarım bundan əvvəl Zahir Kamalın da, Zahir Baxşaliyevin də, Zahir Kamalın da, Zahir Nəvioğlunun da, Xoşqədəm Hidayət qızının da hamısının, hər birisinin ayrı-ayrılıqda verilişləri bağlanmışdı, layihələri bağlanmışdı. Etməyin. Gözəl bir layihə ilə gəlin, insanların hisslərindən oynamayın. Qoy verilişlər bağlananda sizi axtarsınlar. Sizinlə bağlı çıxışlar etsin ki, Zahir Kamalın, Xoşqədəmin, digərlərinin verilişini geri qaytarın. Amma siz elə edirsiniz ki, insanlar bu verilişlərin bağlanmasına sevindilər, qurban kəsdilər, belə deyərəm, belə sədəqə verdilər. Belə əlaqə nömrəni görürsünüz, Humay uşaq bağçasının əlaqə nömrəsidir. Buyurun, baxın.